inşaatçılara. Başka gedəsi yolu girmiş. Qışda qayda yenə Səlimin jaketi 2 yundu da palto kimi qaldı. Mən qara qaşlını hara qoymuşam bilmirəm, yığmışam yəni. Altdan yığmışam özdə. Uy, soyuqdur. Paltoda ayağımı dolaşırdı. Şobadan çox qalındı. Neyse, gedək inşaatçılara bir şey var. O da baxam, Allah gələk. İnşaatçılardakı rozmuna, görün nə qəşəng bəzədiblər. Rozmuna. Civadam. Amma qəşəng kombinlədim ha. Bu rəngdən bu rəng. Başqa koftalarla da tutacaq. Qəşəng. Deyirsən 20 idi. Bu da 22 manat elədi. Kostyum düzəltdim qəşəng. Şöyle şey olur. Mən Divo'ya gəldim, eşini almayayım. Həqiqətən. Şərifzadədə McDonald's açılıb. Görürsünüz nə yaxşı, gərək gedək. Bu da orada Baku Elektroniks'dan, metrodan çıxırsınız Baku Elektroniks'dan gəlirsiniz. İran nə bilim nə idi. Sonra McDonald's gördünüz. Hə, gərək gələk Səlimlə bura. Yanımızdakı da nə vaxtsa açılsa yaxşı olar. Gəldik, yeni yağışa düşdük. Mənimki yağışla gəlib. Deməli, Rosmana girmişdim niyə? Rus TikTokunda, nəymiş istəxlə? Rus TikTokunda Essence-in və Catrice'in, bir də Maybelline təzə məhsulları çıxıb. Heç biri bizim Rosmanlarda yoxdur. Nələr aldıq? Girdim Nəzrinə. Nəzrindən nələr aldıq? Nələr. Deməli, bu belə bir bədən skrabı aldım. Skrabım bitmişdi, endirimə düşmüşdü. Kofelindən çox idi, amma nə bilə yaxşı. Bir dənə şaftallı qalmışdı. Belə kofe ilə də dolu idi. Deyəsən 5-ə ya 5.50-yə düşmüşdü. Heç bilirəm çek hardadır. Bu bunun. Bu 5 manata düşmüşdü. Laurenti Scrub Face and Body Apricot. Qaysılı. Qaysılıdır. Piç olsaydı şəftalı olardı. Qaysı, ərikli. Deməli, mən burada ədəbində var idi axı. Yəni, aprikot, qaysı inandım. Qaysı ərik, piç olsaydı şəftəli olardı. Toplam 17 manat 50 qəpik vermişəm. Həmən ədəbi. Allah'ım, bayaqlar hara qoydum. Tam yadımda deyil. Neyse, qaldı 12 manat. Bu 5 manatdır. Real Texnikdir. Əslində Real Texnikin əsli deyil. Fake olanı giydirməlidir. Amma mən sizə deyim ki, Real Texnikin hamısında üstünə bulaş yazılmışdı yanılmamsa. Real Texnikin çox qəşəng. Bu nə içindir? Fırça. Fırçaları olur. Valla burada rumyana falan göstəriblər ki, çəkmək olur. Hə. Mənim belə tipdə, bu 2 manat neçə qəpik idisə, belə tipdə çox qəşəng parıltılı Revolution'um vardı. Ürək. Hara gedib, hara yoxa çıxıb bilmirəm. Bizim evdə damdabaca var. Damdabacamız, damavoyumuz qadındır. Qadın xislətidir. Çəhrayı kvartdan olan əşyalarım itib. Bəzək əşyalarım. Bijuteriyadır, amma daşları çəhrayıdır. 2 dənə üzük bijuteriyada olsa itib. Natural qaşını. Sonra nə itib bizdə Allahım? Nədirsiz itib bizdə? Bizdə nədirsiz itib? Qadına məxsus nədir? İndi blush itib. Blush yox, highlighterımız itib. Bu da 2 nömrədir. Valla bilmədim 5 manat idi, neçə idi? 5 manat. 5, 5, 5. 3 dənə 5, 15. Onda highlighter 2 manat 50 qəpiyə düşür. Bu OG, nə bilim, firma var. Pis olmur, yaxşı olur. Əslində mən notun axtarırım 3 nömrəsini, yox idi. Ona oxşar Golden Rose var idi. Amma əlim kasıbçılıq da 13 manat idi. Top Face da 14 idi, 13 idi, 13.50. OG-nin belə, OG 02 Sun Powder. Gəlin görək.
Golden Rose var idi. Əslində mən dediyim kimi, yarımçı qaldı, fikrim dağılır. Notu alacaqdım. Notun 3 nömrəsi yox idi. Ona oxşar Golden Rose vardı. 13.50 idi. Ona oxşar Top Face var idi. O da 14 idi. Əlim gəlmədi, kasıbçılıqda. O cinə aldım 2 nömrəsini. Ola bilmədim bu. Amma Real Texnik'in bu fırçaları yaxşı olur, mən sizə deyim. Bir dənə də olmalıdır, haradasa məndə Real Texnik'in fırçası. Bu deyəsən kontur üçündür. Valla burada yazmayıblar konturingdir, blushdır. Powder, hə, pudra üçündür. Bu pudradır. Powder yazıb, oxumamışam. Pudra üçün olandır. Eyb yoxdur mən. Təmizləyib şey deyərəm, pudra vurmaq üçündür. Pudra içinmiş. Deyirəm də, bu rumyan için deyil. Eyb yox, gələn dəfə rumyan için alaram. Təmizlərəm bunu. Belə. Pudra içindir. Notun pudrasını gəlin görək, pudranı necə eləyirlər. O, transparent pudra için də yaxşıdır. Mən ya powder sözünü blush oxumuşam, oxu görməmişəm. Bilsəydim o bu fasonlarını alardım. Sualıma adam kimi cavab versə, və şərtlərimlə yaxşıdır. Bir vaxtlar günahsız bir gəlin öldürürlər. Çox qəşəngdir bu. Bu da yalançı Real Texnik'ında çox qəşəngdir. Bu həm kontur, həm bronzer üçündür. Bu pudra üçünmüş. Hə, mən bunu rumyana falan eləyəndə istifadə edirəm. Gəlin bronzeri boyunca. Düzdür, bronzer əslində kontur üçün deyil, amma mən bronzerdən konturlayıram. Rəngi bilmirəm nə dərəcədə görünür. Belə qızılı rəngdədir. Birazdan qızaranda nədir? Qaralanda çox qəşəng olacaq. Yenə burada görüşərik. Allah malındır. Sağ ol. Bir də siyaydım, heç rumyan eləmirəm. Hələ bronzerlə həm kontur eləyirəm, həm bronzer eləyirəm. Kimdir? Mənə. 11 qız. Bir qız. Bak, axırda qəşəng çıxdı. Bax, belə. Nə qədər belə elədi, nə ba. Mən DJ-lər kimi belə dəqiq oxutacaq. Amma axırda elə qəşəngdir oradan, nə bilim, çox qəşəng alındı. Nə qədər vurdu, sonra nə qədər bronzer vardı, sonra nə qədər cürbəcür rumyanalar vurdu blushlarda. Ənlik, allıq türklərdir, ənlik biz deyirik. Nə qədər vurdu ayalı, sonra bronzer vurdu. Kızın üzündə özü belə eləyirdi, xurt. Neyse, aldıqlarım bu qədər canlarım mənim. Biraz da zarafatlaşdım sizlə. Biz mən 9 ayından dil açmışam. Hardan başlayıb para gedirəm. Əzizlərim, bugün geçəydim Ulduzun yanına, amma təcili Rayzinə getməli oldum. Rayzindən çıxıb gələcəm Ulduzun yanına, görüm Ulduza yazım ki, Ulduz canım, Ulduz xanıma yazım. Ulduz mənim padruqamdır və kosmetoloqumdur. Bir qədər gecikəcəm. Vaxtı olsa qəbul edər, vaxtı olmasa inşallah sabah gedərəm mezoterapiya, amma çalışacağım bugün gedim. Görün nə qəşəng gündəlik sırğalar aldım Zöhrət qardaşdan. Qramı yanılmamsa 109 manata düşür, 150 manata gündəlik tapmalar. Bu da qəşəng sırğalarım arxası angliski zamokda, amma belə Chloe Clark'ın set kimi qalır qəşəng. Hə, çox qəşəng, mənə mübarək. Bu da mənim bijuteriya brilyantlarım. Rayzinə Berlin taktım ən sonunda. Ben Suxoy almaq istəyirəm. Berlin MP'dən belə bir şeylər aldım 2 dənə. Əvvəl 4 manata düşmüşdü, sonra 2.80'da. İndi Douglas'ındır. 1 manat 90. Sən qəfi 99. Şimdi 2 manata düşmüşdü. Quru ətirlərdir. Bugün internetdə bir canlıya rast gəlmişdim. Bir qız ona elə tərif verirdi ki. Dedi ki, 1000 dənə bahalı dufiyə çəkək. Əslində Douglas'ın məndə balaca ətirləri var, çox qəşəngdilər. Bunu da aldım görək. Nə olur? Sıralarımla da eşq yaşıram, amma bu kim ödəyəcək? Bilmirəm. Mebel oradan. Kredit kartım buradan. İndi də sıralarının borcu. Bu qəşəng görünür bizdə. Orijinal görünür. Bağat, balaca və bağat. Baxın, siz piset oxşur, amma piset deyil. Angliski zamoklandı. Çıxdım Ulduzun yanına. Ulduz orada iş görür. Ulduz xanımı göstərəmirəm. Qalxanda yuxarı göstərirəm. Saçım başım da püskündə. Üzümə yenə səhərdən yolda elə keydici çəkirəm. Cəmat deyir ki, bu yenə krem də çəkir, amma keydici çəkir. Amma indi biraz məliyəcəm.
Gözümün də üstünü iyun üçün gələcəm inşallah. Ulduz xanımı demişəm silsin. Görürsünüz burada. Bu yenə aşağıdadır, üstündən gedə bilirəm. Biri yuxarıdadır, biri aşağı. Onsuz da nudaçına çıxmışdı o vaxt elətdirəndə gözümün layını. İndi də operasiyadan sonra qalxıb deyənə ərliyi bilinir. 6 ay tamamı dudağım da pomadası gedib. 6 ayın tamamında gərək mən onu sildirim. Çəkdirməyəcəm, mən də sildirəcəm. Onsuz özüm əlimlə çəkirəm də liner. İstəyəndə linerlə gələcəm, istəyəndə liner. Ulduz xanımımız. İndi incidəcəm Ulduzu qəşəng.